Hər vaxtınız xeyirli olsun dəyərli tamaşaçılar, əziz CBC Sport izləyiciləri. Sizi Liv Bonadi Arenadan salamlayırıq. Misli Premier Liqasında yavaş-yavaş mövsümün sonuna yaxınlaşmaqdayıq və 33-cü tur qarşılaşmaları keçirilir. Oyunun önə çıxan statistik məlumatları çoxdur. Onlar arasında isə qeyd olunası məqam budur ki, Sabah komandasının Misli Premier Liqasında sonuncu səfər qələbəsi məhz burada. Aras Naxçıvana qarşı qeydə alınıb. Ötən ilin dekabr ayında oyuncular və hakimlər görüşdülər bir-birləri ilə və biz də heyətlərə nəzər yetirəyə başlayaq. Nominal meydan sahibi Aras Naxçıvandan 12 Kristian Avram, 5 Qara Qarayev, 2 Slavik Alxasov, 7 Ülvi İskəndərov, 26 Ömər Buludov, 16 Roman Machado, 29 Vanderson Melo, 17 İsu Paro, 23 Nuno Rodrigues, 4 kapitan Igor Ribeiro və 97 Felipe Santos. Görüşü Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Vüsal Məmmədovla Rəhman İmami, 4-cü hakim Nicat İsmailli. Oyunda var Əliyar Ağayevdə, onun köməkçisi isə Zeynal Zeynalov. Hakim inspektor İmamxan Sultani, AFFA nümayəndəsi Emin Cəfərov. Səyyar var avtomobilindən də görüntü bizə təqdim olundu. İndi isə Sabahın heyəti 92 Stas Pakatilov, 17 Tellur Mütəllimov, 9 Anatoliy Nuriyev, 5 Rəhman Daşdəmirov, 6 Abdullah Xaybullayev. Misli Premier Liqasında 33-cü turun 3-cü maçı. Aras Naxçıvan Sabah görüşü start götürür. Hər iki komandaya uğurlar arzulayırıq. Güclü olan qazansın. Sekidika oyundan kənar vəziyyət hələ ki işarə edilməyib. Qapı qarşısına ötürmə edilir. Slavik Alxasov və top meydanı tərk edir. İndi yan xət hakimi bayrağını qaldırır. Qara Qarayev. Qara cərmə meydançasına göndərilir top. Machado! Machado! Top geri qaydır. Təkrar zərbə və gol! Hesab açılır 20-ci dəqiqə. Ülvi İskəndərov fərqlənir. Ülvi İskəndərov Aras Naxçıvanı önə keçirir. Keçən turda Səba ilə görüşdə də fərqlənmişdi Ülvi İskəndərov. Arçıl ikinci çempionat maçında qol vurur. Aras Naxçıvanın 7 nömrəsi. Epizodu izləməsi çox yaxşı alındı. Top qarşısına düşür və Litişdən gələn topu tora qovuşturur Ülvi İskəndərov. Cərmə meydançasında 6 Sabah futbolçusu var. Ötürmə edilir. Uzaqlaşdıran Ülvi İskəndərovdur. Hücumu davam edir Sabahın. Vincentil. Vincentil qapı qarşısına. Sekidika. Əla fürsəti dəyərləndirə bilmir Jesse Sekidika. Yaxşı yüksəlmişdi amma topu qapıya göndərə bilmir. Geri dəqiq zərbə Jesse Sekidika'da. Rahman Aliyev özünü yetirdi. Omar Ali Rahman Aliyev ötürmə mərkəzə, başla zərbə və gol! Hesab bərabərləşir. 1-1. Vincentil golun müəllifidir. Golun təkrarını izləyirik. Omar Ali Rahman Aliyevin golda payı böyüdü. Qapçı Kristian Avram'ın da çıxışda səhvi var və Vincentil bərabərlik golunu vurdu Sabahda. Vincentil cari mövsüm ilk golunu vurur Premier Ligada. Nogueira ötürmə bir qədər yanlış alındı. İndi Ülvi İskəndərov cərmə meydançasındaydı amma Rəhman Daşdəmirov özünü topla rəqibin arasına salmağı bacarır.
Kamal Umudlu ilk hissəni yekunlaşdıran fitini səsləndirir. Araz Naxçıvan sabah görüşündə komandalar fasiləyə 1-1 hesabıyla yollanırlar. Kamal Umudlu fitini səsləndirdi və ikinci hissə başladı. Fit səslənir. Slavik Alxasov ötürməsi cərmə yanaçasına başla, zərbədə qalınmar. Igor Ribeiro ilə qola yaxınlaşır Araz Naxçıvan. Igor Ribeiro amma zərbəsi qeyridə qalır. Çox qüvvətli idi. Topun indiyi istiqamət də yaxşı idi, amma çərçivədən aralı düşür. Hətta Araz Naxçıvanın ehtiyat oyunçular skamyası və texniki heyəti qolu qeyd etməyə hazırlaşırdı. Geridə qalmışdı. Ayaz Quliyev Teylor Mütəllimovla oynuyor. Teylor cərmə meydançasına baxır. Teylor aldatdı Felipe Santos'u. Teylor ötürmə edir. 8 dəqiqə başla zərbə indirsə də top Cristian Avram'da qaldı. Ribeiro Nuriyevi qabaqlayır. İndi 4 nəfərli hücumdan Araz Naxçıvan. Sağ cinahda Ülvi İskəndərov var. Ülvi mərkəzə meylənir. Ülvi zərbə mövqe tapdı. Ülvinin zərbəsində rikoşet qeydə alınır. Top meydanı tərk edir. Küncdən zərbə. Uzun ötürmə. Igor Ribeiro'dan səhvə yol verdi. Sabah müdafiəçiləri Ülvi İskəndarovun zərbəsi dəqiqdir. Ülvi bir qədər tələsdi. Son 6 maçın 5'ində heç edib Araz Naxçıvan. Sabah hücumda uzaqdan zərbə və Cristian Avram. Avram komandasını qoldan xilas edir. Moldovalı kiperdən əla müdaxilə. Sağa oynadı. Teylor Mütəllimov var burada. Teylor qapı qarşısına. Zərbə alınmır. Hücum davam edir. Rəhman Daşdemirov daha bir ötürmə. Zərbə dəqiq deyil. 8 dəqiqə. Birinci hissədə də əla fürsəti vardı. Bu dəfə də fürsət yaxşı idi, amma şanslı günü deyil Jesse Sekidika'nın. Daşdemirov'un ötürməsi əla idi. Sekidika bomboş qalmışdı. Cər meydançasına daxil oldu. Xəyal keçdi iki futbolçunu. Xəyal növbəti futbolçunu keçməyə yaxın idi, amma davamı gəlmir. Umar Ali Rahman Aliyev. Son şanslar. Xəyal Aliyev topa doğru hərəkətləndi və Cristian Avram topu meydandan çıxarır və Kamal Umudlu da oyunu yekunlaşdıran fitini səsləndirir. Araz Naxçıvan 1, Sabah 1.